Mən də sizinlə rəhmi kəlam bölüşmək istəyirəm. Rəhmi xeyirli olası və Məbəd Ağsaqqallarının xeyirli olası ilə. Mövzumuz olacaq günah haqqında. Günah və günahdan çıxış olur. Bilirəm ki, bu mövzu haqqında o qədər eşitmək istəmirik. Amma bir şey bilir ki, günah bizim həyatımız üçün nə qədər ciddi bir təhlükədir. Məsələ ki, bunu anlamağa çalışır. Necə ki, insanlar dünyada xəstəliyi var, xərçəng xəstəliyi və onun adını eşitəndə insanlarda bir qorxu olur. Çünki çarəsi yoxdur və ölümə gətirib çıxılır. Və günah da insan həyatı üçün elədir. Onun üçün mənfi aparır. Və bu dünyaya baxsaq, ümumiyyətlə, günahın nəticələrini görə bilərik. Bu dünyada baş verən müharibələr, bu dünyada baş verən acılıqlar, körpələrin ölümü, zorakılıqlar və s. və s. Adətən insanlar bu şeylərə görə hakimiyyətləri günahlandırırlar. Adətən insanlar bu şeylərə görə insanları günahlandırırlar və bəzən də Allahı günahlandırırlar. Yəni bir şeylər ki, bütün bunların səbəbi bu şeylər deyil, bütün bunların səbəbi günah. Ağacı Müqəddəs Quranda Həvari Yəhyanın məktubu, 1-ci məktub, 3-cü fəsil 4-cü ayədə Həvari Yəhya bu haqda nə deyir bizə? Daha doğrusu, Həvari Yəhya vasitəsilə bizə nə deyir? Belə yazır ki, günah edən hər kəs qanunu pozar. Çünki günah qanunu pozmaqdır. Siz bilirsiniz ki, Məsih günahları aradan qaldırmaq üçün zühur etdi. Onda günah yoxdur. Onda qalan hər kəs günahını davam etdirməz. Günahını davam etdirən hər kəs nə onu görür, nə də onu tanıyır. Günahını davam etdirən şəxs iblisdəndir. Çünki iblis başlanğıcdan bəri günah edir. Allahın oğlu buna görə zühur etdi ki, iblisin əməllərini puça çıxarsın. Allahdan doğulan hər kəs günahını davam etdirməz. Çünki Allahın toxumunda qalır. O günahını davam etdirə bilməz, çünki Allahdan doğulur. Kimin Allahın övladı, kiminsə iblisin övladı olması bundan aydın olur. Salih iş görməyən, həmçinin qardaşını sevməyən hər kəs Allahdan deyil. Amin. Çox acı yerlərdir və biz daha geniş baxacaq bir yerlərdə. Hani belə başlayır ki, günah qanunu pozmaqdır. Yəni Allahın bütün qayda qanunlarını pozmaq bu günahdır. Və bilirsiniz, qanun verilib təxminən 4 il bundan qabaq. Və bu dəyişmir. Bəzən biz imanlar bəzən deyirsiniz, lütf dövründəyincə artıq qanuna ehtiyacımız yoxdur, amma Allahın qanunu əbədidir. Biz lütf altında olsaq belə Allahın verdiyi qanunları icra etməlidir. Və bəzən bilirsiniz, biz imanlar, biz nəsə deyəndə, hansısa bir günah haqqında, biz o günahı o qədər adiləşdirmişik ki, günah bizim həyatımıza daxil olur. Bəzən biz qanunları deyəndə, bəzən insanlar bilsinizə baxırlar, geri düşüncəli, köhnədən qalmış. Burada nə var ki, xırda bir şeydir də, nə var ki, burada olsun da. Və sonra biz nə olur, ona adiləşir bizim həyatımızda. Sadələşir. Biz bu dünyaya baxsaq, ehtizə bunu görə bilir. Bilirsiniz, mən kənd yerində böyümüşəm və mən şu olanda və işləndə ki, hardasa kənddə kimsə zina edib, bu dəhşətli bir xəbər idi. Hətta həmin insanı çıxardardılar ki, orada yaşamaq haqqı yox. Amma məsələn, mən bu yaxınlarda işləndə ki, kənddə ata öz qızı ilə zina edib, bu sadəcə dəhşətli, o insan orada yaşayır. Niyə? Çünki artıq adiləşir yaşayır. O insanları məhv atılır. Və sonra nə deyir ki, günah edən, günahını davam etdirən, nə Məsihi görür, nə də onu tanıyır. Burada söhbət təkcə günah etməkdən deyil, çünki hər birimiz günah edirik. Hətta Yəhya həmin məktubunda yazır ki, bir kəs deyirsə ki, mən günah etmirəm, o yalancıdır və Allahı yalancı yerinə qoyur. Biz imanlar da bəzən yıxılır, haradasa günahlar edirik. Burada deyəndə ki, günahını davam etdirməz, söhbət günahda yaşamaqdan gelir. Günah edirsən və tövbə etmirsən, günah edirsən və peşman deyilsən. Bariz açılır, çünki iblis də başlanğıcdan bəri günah edir və heç bir zaman tövbə etmir. Və heç vaxt peşman deyil. Və kimsə əgər bu cür yaşayırsa, günahda yaşayırsa və günah onun üçün heç bir narahatçılıq gətirmirsə, günah onun üçün tövbəyə yönəltmirsə, deyir o insan Məsihi görməyib və tanımır. Yəni sən cəmiyyətə gəlib edə bilərsən, sən burada xidmət edə bilərsən, amma sən günahda yaşayırsansa, sən hər insanı tanımırsan. Çünki deyir, günah edən Allahdan deyil. Allahdan doğulan şəxs günahı davam etdirə bilməz. İstəyəm ki, hər birimiz bu şeylərə baxaq həyatımıza. Və biz yıxılırıq, biz imanlar da dünyadan sadəcə bir fərqimiz var.
Biz hadisə günah edirik, amma biz o günahda davam etmirik, biz tövbə edirik və Rəbbin önünə gəlir və mübarizə aparır ki, biz ondan azad olaq. Və bilirsiniz, bir çoxumuzun həyatında müəyyən bir standartlar var. Necə ki, bu dünyada var. Özlərinə standart qoyurlar ki, onlar bu günahları eləməsinlər. Məsələn, zina, oğurluq, qatillik və bir neçə günahlar. Əgər sən bunu etmirsənsə, sən təmizsən. Və biz müqəddəs kəlama nəzər salsaq, fərisiyələrin həyatına, onların da standartları var. Onlar qanun müəyyəsinə icra edirlər. Və hətta biz baxırıq ki, var Pavel deyir ki, mən fərisiyə olanda qanuna münasibətdə salih edim, qüsursuz edim. Və yaxud vericiqanla fərisiyə dua edəndə məbəddə, fərisiyə dua edir ki, mən bu günahları etmirəm, mən bu şeyləri etmirəm, o yalan danışmır, o düz deyir. Və yaxud o cavan olan insan yanına gəldirsə, deyir ki, qanunlar icra edir, o deyir, mən uşaqlığımda bunu edirəm. Və onlar edirlər müəyyən standartlar, amma Məsih onların hər bir günahkar çıxartdı dağüstü ərzində. Siz qədim zamanlarda eşitmişsiniz, yəni sizin standartlarınız var ki, zina etmə, mən sizə sənə deyirəm ki, düşüncəndə əgər bu günah edirsənsə, sən artıq zinakarsın. Və yaxud da eşitmişsiniz ki, qətl etmə, amma əgər sən ürəyində düşüncəndə bir qardaşı mühakimə edib öldürürsənsə, sən artıq qatilsən, sənin nəsə etməyə artıq ehtiyac yoxdur. Və sadəcə Məsih göstərir ki, biz hər birimiz günahkarıq. Çünki fərisiyələr ki, bir çoxumuzun standartları var, o standartların üstündə gəzirik və özümüzü başqalarından təmiz görürük, salih görürük. Yəni, İsa Məsih yanına zinakar qadın gəlir fərisiyələr və deyirlər ki, qanuna görə, Musanın qanuna görə bu ölməlidir. Bu günahkardır. Yəni, biz təmiz yox, günahkardır. İsa nə deyir? Kim günah etməyibsə, kimin günahı yoxdursa, və əslində birisi nə deyir? Kim düşüncəsində belə bu günahı bir dəfə belə etməyibsə, o daş atsın. Və hər kəs daşı atdığı yerlərə çıxıb gedir. Ona da onun həyatda zina etməmişdir, amma düşüncələrində orada çox günah etmişdir. Bilirsiniz, o fərsələr ki, bəzən biz salihliyimizə güvənərək başqalarını mühakimə edirik ki, bu insan layiq deyil, bu insan cəmiyyətdən kəsilməlidir, bu insan burada olmamalıdır, bu insan günahkardır, bu insan Allahın sözünü eşitməməlidir, və s. və s. Musanın qanuna görə bu günahkardır. Bəs biz nəyik? İsa göstərir ki, biz hər birimiz kimliyindən asılı olmayaraq, biz hər birimiz günahkardır. İsa biz onlardan ayəsi deyir. Bir gəlin düşün, axtarın, mən qurban deyil, mərhəmət istəyirəm. Allah bizdən qurban deyil, mərhəmət istəyir. Biz istəyir ki, biz qardaşımıza, bacımıza qarşı mərhəmətli olaq, bağışlayaq, onları bərpa edək üçün. Kəsib atmaq asandır. Həmən biz kəsib ata bilərik. O salihliyimizə güvəni başqalarını kəsib atırıq ki, bu layiq deyil. Amma nə deyil, mən mərhəmət istəyirsiniz. Tövratın ən sərt qanunlarında bir Allahın mərhəməti var. Çünki Allah heç insan pisliyi istəmir. Və biz ən böyük günah neydi? İlk Eden bağında. Və mən düşünürüm, öyrəncilər deyir ki, bu meyvədən yediğiniz zaman öləcəksiniz. Maraqlı meyvə nəyə görə insanı öldürür? Amma əslində orada həqiqət başqa bir şey. Elə bir nümunə var, burada danışılır, bir də danışmaq istəyir. Allah yaradılışda bitkiləri yaradanda torpağa əmr edir ki, səndə bitkilər yetişsin. O ayrıca bitki yaradılır. Balıqları yaradanda suya əmr edir ki, səndə balıqlar yetişsin. Və insanı yaradanda özünü ilə danışır ki, özümüzə bənzər birini yaradır. Yəni, bitki torpaqdan yarandır, balıq sudan və insan Allahdan yarandır. Və necə sudan balıq çıxarsa o öləcək, susuz yaşaya bilməz. Bitkidən ağacı çıxarsa, bitkinin torpaqdan çıxarsa o yaşaya bilməz. O məhv olar, eləcə insan Allahdan ayrılanda ölür. Və biz Eden bağında nə baş vermişdi? Necə ki, balıq özün sudan kənara atsa ki, mənə su lazım deyil, mən susuz da yaşaya bilərəm, nə baş verəcək? O öləcək. Və insan eyni şeylər. Çünki İblis ona inandırır ki, sən meyvədən insan Allah kimi olasın, yəni sənin artıq Allah'a ihtiyacın yoxdur. Və insan meyvəni yeməyə göstərir ki, mənim sənə ihtiyacın yoxdur, mən özümlə yaşada bilərəm. Mən sənsiz də ola bilərəm. Bu gün ən çox yayılmış günahdır. İnsanlar düşünür ki, Allahsız onlar yaşaya bilərəm. Əslində biz etdiyimiz hər bir günahda fərq yoxdur. Adəmin və Həvvanın etdiyi günah, etdiyimiz hər bir günahda Allahın hakimiyyətinə qarşı üsyan edir ki, biz sənsiz də bunu bacararıq. Ölən baş verir, ölüm gəlir insana. Çünki biz Allahsız yaşaya bilmərik. Belə biz istəyir ki, biz həqiqətən
rəhbər qayıdaq. Və bilirsiniz, həmin yerdə başqa bir günah yazır, yəni İncilində. Yazır ki, qardaşını sevməyən Allahdan deyil, yəni günah edir. Bilir ki, qardaşına nifrət edən. Bir sevməyən. Bizim üçün ağ var və qara var. Yəni sevirsən, yox da nifrət edirsən. Amma bir şey də var, bunun ortası. Sən sevmirsən sadəcə. Biz dünyada evə insanlar var ki, biz onları tanımırıq, yanından keçirik. Bizim üçün alçaqda insanlar var. Mesela bu cəmiyyətdə də bu cürdürsən. Biz çox hansı bir qardaşımız, bazımızdan problem yaşayır. Sonra deyir ki, onu bağışlayıram, amma məndən uzaq olsun. Mən onu sevmirəm. Yəni, başına bir şey gəlsə, ona nifrət edirəm və mənim için ona qarşı kim yoxdur. Başına nəsə gəlsə deyib kömək edirəm, yardım edərəm, amma onu sevmirəm. Hələ deyirsən, günahkarsın. Bilirsiniz, sevgi bizim üçün adeta müsbət bir şeydir. Aslında sevginin mənfi tərəfləri var. Əgər sevginin obyekti dəyişirsə, sevgi öz-özlüyündə günahı sevilir. Əgər sən Tanrını sevirsənsə, sən insanları sevirsənsə, bu müsbət bir şeydir. Amma ki, sən dünyanı sevirsənsə, sən günahkarsın. Eyni hisdir, amma günahı sevilir. Dünya söhbət bu dünyada insanlardan getmir. Bu dünyanın ehtirasları, bu dünyanın günahları, bu dünyanın həyatı. Və bax, ikinci bir ayət deyir ki, yaxşılıq etməyən günah edir. Bilir ki, pislik edən günah edir, yaxşılıq etməyən. Yaqub öz məktubunda yazır ki, bir kəs yaxşı iş görməli olduğunu bilib bunu etmirsə, o günahkardır. Sən bilirsən ki, sənin bacının, qardaşın sənə ehtiyacı var və sən ona yardım edə bilərsən və sən bunu etmirsən, bilirsən günahkarsın. Və bütün bu şeylərdən nə gördük? Yeryüzündə təmiz insan yox, hər birimiz günahkardır. Və İsa Məsih varisələrə birinci əmr eləyəndə ki, neydi Allahın ən böyük əmri? Bir olan Allahı bütün qəlbinlə, bütün gücünlə, varlığınla orada bir ayı var. Bütün düşüncənlə sev. Bilirsiniz nədir? Sən düşüncəndə belə itaətçi ol. Düşüncəndə belə Allahın sözlərinə itaət elə. Təkcə əməllərində deyil. Ona görə sizlər orada təmiz görülərsiniz. Həyat tərzim, əməllərim. Amma düşüncəni görə biri var. Eğer mən düşüncəmdə Allahı sevmirəmsə, mən hələ də Allahı tamlıqla sevmirəm. Və sizə şu çıxış yolu nədir? Biz günahkarıq. Bəs biz nə edirik? Yəhya öz məktubunda cavab verir, həmin məktubda. Bir övladlarım, bunları sizə yazarım ki, günah etməyəsiniz. Əgər kimsə günah etsə və atanın huzurunda vəsatətçiniz var, o salih olan İsa Məsihdir. O bizim günahlarımıza görə, təkcə bizim günahlarımıza görə deyil, bütün dünyanın günahlarına görə kəffara qurbanıdır, amin. Və yazır ki, günah etmə, ona günah etsəz belə. Əgər günahkarsan belə, sənin üçün bir vəsatətçi var, onun adı İsa Məsihdir. O, hər birimizin günahına görə çarmıqda əvəz edici, yəni kəffara qurbanı getdi ki, bizim günahlarımızın əvəzini ödəsin. Biz özümüz təmizləyə bilməliyik. Yalnız Məsihin qanı vasitəsilə biz təmizlənməliyik. Bugün düşünməyək ki, mən öz salihliyim, öz yaxşılığımla, nəsə yollarla təmizlənəcək xeyrisə göstərir ki, biz hər birimiz günahkarıq və hər birimizin xilaskarı Məsihə ehtiyacımız var. Bilirsiniz, çox insanlar nəyə görə günahdan qaçsınlar, günah etmirlər, nəyisə itirməkdən qorxduqları üçün. Əgər yan məktubuna baxsaq, o insanlar hələ qorxuluyardır ki, günah etməyin yoxsa cəhənnəmə edəsiniz, günah etməyin yoxsa başınıza bəla gələr. Yan məktubun əsas mənbəyi bilsinədir, məhəbbət. Günah etməyin çünki Allah sizi sevir, Allahın məhəbbətində dəyişin. İnsanlar günah etmir ki, nəyisə itirərlər, cənnəti itirərlər, onu itirərlər. Amma elə qorxulan deyil, həqiqətən Allahın məhəbbətini dərk edərək, biz dəyişək və günahdan uzaq qalsaq. Biz həmin məktubda yazıb ki, ata bizi elə bir məhəbbətlə sevdi ki, biz günahkar olarlar, İsa'nın bizi görə qurban verdi. Ata bizi nəyisə görə sevmir. Ata bizi yaxşı olduğumuz üçün sevmir. Bəzən mən hansısa günah edəndə və tövbə edəndə, mən məni bağışlayanda, mən hep sual verəm. Yəni sən bunu necə edə bilirsən, mən özümü bağışlamazdım. Çünki o sevir. Mən evdə körpə övladım var. Onunla heç bir xeyri yoxdur, işləmir, qazanmır, heç bir şey etmir. Amma bütün günü ağlayır, yəni altın batırır, ancaq xərc tələb edir. Bütün bunlara baxmayarım, onu sevirəm. Çünki övladım. Bəzən biz nəsə edirik ki, Allah razı sal. Bəzən biz nəsə edirik ki, Allah bizi sevsin, xeyr bir yanlış düşüncədir. Allah sən nəsə etdiyinə görə deyil. Sadəcə övladı olduğu üçün sevir. İstəyir ki, ondan qaçmayasın, əksinə huzuruna gələsin. İnsanların ən böyük səhvi günah edəndə Allahdan qaçmasıydı. Biz Allah edin bağına hər gün Adəmlə görüşə gəldi, eyni vaxtda. Və bir gün Adəm günah edir
və qaçır Allahın huzurundan gizlənir. Və bəlkə də düşünür ki, artıq Allah gəlməyəcək, çünki mən günahkaram. Bəzən iblis bizə bu düşüncələr göndərir ki, sən artıq günahkarsan, Allah artıq səni eşitmir, dua etmə, artıq sən Allah üçün heç kimsən. Amma Allah yenə həmin vaxtı gəlmişdi ora. Və biz Adəmin ilk sualı nə oldu? O demədi ki, niyə o meyvədən yedin, niyə mənim əmrimi pozdun? Onun ilk sualı oydu. Haradasın? Mən gəlmişəm, bəs sən haradasın? Günah etmirsən, bilirəm, bəs haradasın? Qayıb mənim huzuruma. Vərdə sana biz görür ki, Piotr Məsih tanıyanda nə deyildi? Məndən uzaq olmayan günahkaram. Bu ən böyük səhvdir. Biz əksinə Məsihə qayıtmalıyıq ki, biz bərpa olaq. Həmin o quruya düşmüş balığı biz götürüb suya təzdən atana baş verir. O yenidən həyata qayıdır. Biz Məsih hər birimizi yenidən Allaha qayıtardı ki, bu bizi həyatallıq. Bugünkü mənim sizə çağırışım budur. Çağırışım odur ki, biz hər birimiz özümüzü yoxlayaq, baxaq Allahın kəlamında, ayələrində, baxaq vəziyyətimizə və yenidən Tanrıya qayıdaq. Qayıdaq ki, o bizi bərpa etsin, qayıdaq ki, o bizi yursun. Elə ki, bizim övladımız bizə gəlir, biz onu təmizləyirik, biz onu yuyuruq, biz onu bağışlayırıq, yenidən bərpa edirik, çünki bizim övladımızdır. Və zaten hər birimizi gözləyir, onun huzuruna gəlmir. Bəli, biz yıxılacaq, biz günah edəcəyik, bizim ayağımız batacaq. Amma hər zaman bir qayıtmaq üçün bir yerimiz var, gizli bir otağımız var, Tanrının huzuru var, hər zaman da gözləyir səni. O heç bir zaman sənin etdiyi bir şeylərə görə səndən qarşılaşına gəlir və deyir, haradasan mən gəlmişim. Və siz biz ona qayıdaq və tövbə edin. Onun məhəbbətini dərk edərək dəyişər. Nəyidənsə qorxduğumuz üçün yox. Bilirsiniz, əgər valideynimiz bizi nəyisə görə cəzalandırırsa, etdiyimiz hansısa səhvə görə, bu bizim çox qədər ağır deyil. Çünki cəzalı bitirər getdi. Amma biz dərk edəndə ki, atamız bizi sevdiyi üçün bu şeylər edir. Və biz etdiyimiz bu şeylər onu incidirik. Onda bir asan olur ki, biz hər zaman itaətçi olur. Bu əgər atanın məhəbbəti bizi dəyişsin. O məhəbbət bizdə dərk olunsun ki, hansı məhəbbətlə bizi sevir və bu bizi hər zaman onun huzuruna tövbəyə getsin. Mən hər bizi tövbəyə dəvət edirəm. Burada sadəcə çıxıb, hansı kəlmələr demək deyil, səmimi ürəkdən onun huzuruna gəlməyə. Ola bilər ki, ilk dəfədir buradasan, ola bilər ki, hələ Məsih ilə tanış deyilsən, Rəbbin sənə qarşı da mərhəmətlə uzanır. Çünki biz ayədə nə oxuduq? O təkcə bizim günahlarımıza görə deyil, bütün dünyanın günahları qurban gedir. O sənin üçün də qurban gedir, o səni də sevir. Baxmayaraq ki, bu günə qədər onun huzuruna gəlməmişsən, baxmayaraq ki, onu tanımırsan, amma o sənə qarşı olan bir məhəbbəti var. O səni də dəvət edir ki, gələsən və günahlarını etiraf edəsən. Başqa çıxış yolu yoxdur. Yer üzrə başqa bir ad yoxdur ki, onun vasitəsində biz xilas olarsan Məsihin adından başqa. Yalnız xilas onun adındadır. Çünki o sənə görə qurban gelir, o sənə görə canın qurban verir, o sənə görə əvvəzi ödəyir və yalnız sən onun vasitəsində bu gün xilas ola bilirsən. Düşünmək ki, sən təmizsən, xeyr, hər birimiz günahkardır. Hər birimiz Adəmdə Allahdan ayrıldıq və Məsih gəlir ki, bizi yeni Allaha qaytarsın ki, bizə həyat versin. Qayda ona, tövbə edək, sana həyatımıza qəbul edək və günahlarımızdan azad olalım. Amin. Hər birimiz xeyirli olsun.